Salam hörmətli izləyicilərim. Bu gün də gəlmişəm iyun ayının 8-də Şəmkir rayonu İştəpə kəndində Nuru Hacıoğlu zəng elədi, xaloğlu onun qardaşı ilə birlikdə, Vaqiflə birlikdə zəng elədilər. Gəldim, onların ərazisində, qapılarında su axtarışı eləməyə və həmişəki kimi axtarmışam və suyun yerini müəyyən elədim. Allah'a şükür olsun ki, onların qapılarında bir su yeri tapmışam. İndi əyani olaraq suyu necə tapdığımı da, suyun yerini də sizə göstərmək istəyirəm. Bax, həmişəki kimi dayandım və biolokatoru qaldırdım. Biolokator döndü. Döndü, istiqamət verdi ki, su bu tərəfdədir. Və biolokatorun arxasında mən gəldim. Fikir verirsinizmi? Gəldim, babam burada. Burada qazmışıq, yer işarələmişik. Burada müəyyən elədi, göstərdi ki, su buradadır. Yəni, bunlara lazım olan, bunlar üçün, təsərrüfatı üçün, evləri üçün lazım olan su buradadır, yerin altında. Dərinliyini də ənənəvi ayaq vurma metodundan müəyyən elədim. Su təxminən 30 metr dərinlikdədir, 30-31 uzağı. Çox yaxşı da su var. Şorluğunu da yoxlamışam. Təmiz içməli, şirin sudur. Allah var eləsin, suyunuz əskilməsin, qazın, çıxardın, sağlıqla da istifadə eləyin. Etimad göstərib, etibar eləyib çağırdığınıza görə də təşəkkür edirəm. Sağ ol qardaş, sağ ol.